Ruhi Bağdadinin məşhur bir beyti var. Deyir ki, sanma ey xacə ki, səndən zər-sim istərlər. Yevmi la yənfəudə qəlbi səlim istərlər. Xacə mal-dövlət sahibi, qul yiyəsi olan varlı şəxsə deyirlər. Ruhi üzünü o şəxsə tutub deyir ki, sənin bu sahib olduğun qızıl, gümüş, mal-dövlətin, övladın belə fayda verməyəcəyi gündə, yəni qiyamət günündə səndən istənilməyəcək. Bəs insandan həmin gündə nə istəniləcək? Qəlbi səlim. Yəni mənəvi xəstəliklərdən sağalmış, qurtuluş tapmış, paçlığa çıxmış bir könül. Beytdəki yevmi la yənfəu və qəlbi səlim Şüəra surəsində İbrahim əleyhissalamın duasından götürülüb. Ayələrdə keçir ki, yevmə la yənfəu malun və la bənun, yəni o gündə mal və övladlar heç bir fayda, mənfəət verməz. İlla mən ətəllaha bi qəlbin səlim. O kəsdən başqa ki, o Allahın huzuruna qəlbi səlim ilə gəlib. Və Səffat surəsində də Allah Taala Həzrəti İbrahimin qəlbi səlim sahib olduğuna bildirir. Və həqiqətən də insanın dünya sevgisi, mal-dövlət hərisliyi, sərvət tamahı onun qəlbini bir düşkünə çevirir. Gecə-gündüz yorub-yorub xəstə hal eləyir, aramlığını və rahatlığını əlindən alır və onun kisəsinəmi, xəzinəsinəmi yığıb topladığı o maddi və fani dünya malı sanki belə onun müqəddəs qəlbinə dolur. Bura yığılır və oradan mənəvi və əbədi duyğuların çıxması qabil olur.